Authentication sisteminin tətbiq olunması üçün layihəmizdə bir sıra dəyişikliklər etdim. Layihəmizin görüntüsü hazırda bu şəkildədir. Yəni əvvəldən bildiyiniz kimi əvvəlki videoda qurduğumuz kod hissəsi. Bu hissədə əməliyyatlar əlavə edirik, düzəliş edə bilirik, silə bilirik. Həmçinin məlumatlar komponent ekran açıldıqda get olunur. Digər hissədə isə aşağıda bu video üçün hazırladığım login və qeydiyyat ekranıdır. Login və qeydiyyat hissəsi ekranda dəyişilir və bu hissədə şifrənin təkrarı xanaları mövcuddur. Kod hissəyə baxsaq, görərik ki, əsasən app.txt komponentində iki komponent ayrılıb. Əsas komponent, yuxarıdakı CRUD əməliyyatlarını yerinə yetirdiğimiz to do content hissəsi və login və qeydiyyat UI-nın olduğu Outpage hissəsi. Outpage hissəsinin daxilinə baxaq. Görürük ki, komponentin daxilində bir neçə state'lər mövcuddur. Mod, set mod. Bu login və qeydiyyat arasındakı keçid etmək üçün saxlanılmış state'dir. Email, password, confirm password. Bunlar input value'ları saxlamaq üçün yaradılıb. Loading və error isə prosesin state'ini istifadəçiyə vizual olaraq göstərmək üçündür. Hər hansı bir error çıxdıqda ekranda error mesaj göstərmək üçün yaradılmış state'dir. Handle submit isə Supabase ilə əlaqə yaratmaq üçün bu metoddan istifadə edəcəyik. Login olduqda və qeydiyyat olduqda sign up köməkliyi ilə sorğularımızı Supabase-ə göndərəcəyik. Biz istəyirik ki, ilk öncə user prosesə daxil olduqda login ekranı açılsın. Heç bir müştəri, istifadəçi qeydiyyatdan keçməmiş bu ekranı görə bilməsin. Heç bir əməliyyat deyə bilməsin. Məsəl üçün, mahnıya qulaq asmaq kimi əməliyyatlar ekranda əlavə edib düzəliş edə bilməsin. Bunun üçün Supabase-də bir neçə klassik metodlar var. Outpage hissəsinə gəlirik və bu hissədə handle submit altında yaratdığımız try catch metodu içərisində try bloku içərisində if şərtini yazırıq. Əgər is sign up true'dursa, yəni bu istifadəçinin qeydiyyatdan keçməkdə olduğunu bildirir. Əgər is sign up modundadırsa, bu zaman biz bir constant yaradırıq error almaq üçün və await olaraq Supabase-i çağırırıq. From metodundan istifadə etmirik. Bu zaman authentication üçün out metodu mövcuddur Supabase-də və Supabase-in sign up metodunu istifadə edirik. Sign up metodu bizdən credentials tələb edir. Sign up is password credentials və bizdə də password credentiallar mövcuddur. E-mail və password. Birbaşa Supabase-ə sign up metodundan bu e-mail və passwordu göndəririk. Əgər error mövcuddursa, bu zaman state'imizi update edirik. State'imiz error message qəbul edir tip olaraq. Bu hissədə string olaraq type bildirilib. Əgər qeydiyyatdan keçmirsə, login olmağa çalışırsa, bu zaman Supabase-in login üçün başqa bir metodu var. Supabase.out.signin is password metodu. Və bu metodda e-mail və password qəbul edir. Ümumiyyətlə, sign in olmağın bir çox metodu, fərqli üsulları var. Sign in with ID token, OAuth, OTP, F3. Bu hissələrdə araşdırıb baxa bilərsiniz. Biz sign in with password metodundan istifadə edəcəyik. Əgər error varsa, yuxarıda qeyd edədiyimiz kimi state'imizi update edirik. Error.message ilə. Tamam. Yəni login qeydiyyat məntiqi Supabase üzərindən aparılması bu qədər qısa vaxtda həll oluna bilir. Sign up və sign in with password metodları ilə. İndi əgər UI-dan da yoxlasaq, misal üçün qeydiyyatdan keçməyə çalışaq. Məndə hazırda keçmiş passwordumu default olaraq browser gətirməyə çalışıb, onu sildirəm və qeydiyyatdan keçmək üçün
mailinator.com saytı mövcuddur. Qısa müddətli mailboxlar yaratmaq üçün. Public inbox'a daxil oluruq. Burada mənim üstdən artıq yaratdığım maillər var. Birini də sırf layihə üçün yaradım. To-do list yaradaq. Artıq to-do list inboxu yarandı. Keçək qeydiyyat hissəsinə və yazaq to-do list yeni yaratdığımız mailinator e-mail ünvanını, şifrəni qoyaq və network-ı açaq ki, görək sorğu həqiqətən də gedirmi? Qeydiyyat eti vururuq. Sign up gözləmədədir. Aha, 200 uğurla tamamlandı. Inboxumuza baxsaq görürük ki, confirm mesaj gəlib və confirm your email etdikdə bizi yenidən to-do list app ekranına yönləndirir. Login olduğumuzu təbii ki bilmirik, ona uyğun dəyişiklik etməmişik. Ancaq Supabase-də authentication hissəsinə baxsaq, görürük ki, yeni bir sətir əlavə olunub. To-do list mailinator.com e-mail ünvanında qeyd olunub. Ekranda login olduğumuzu bilmək üçün və login olmamışdan qabaq bu hissənin görsənməməyi üçün biz kod hissədə bir sıra dəyişikliklər etməliyik və bu baxımdan Supabase-in bizə təklif elədiyi digər bir imkan var. AppTSX komponentinə keçək və burada yeni bir state yaratmaq lazımdır. Session deyə və set session yeni bir state yaradırıq və use effect metodundan istifadə etməliyik. Çünki komponent ekran açıldıqda artıq biz sessiyanı almalıyıq. Const current session adlı variable yaradırıq və await use effect daxili asinkron function deyil deyə bunu ayrıca bir metod daxilində yazacaq. Yeni bir metod yaradaq. Get session və async metod kimi yaradaq. Bunun daxilində current session çağıraq və await Supabase as get session. Artıq biz sessiya məlumatlarını əldə edəcəyik. Konsola məlumatı aldıqdan sonra yazaq və sessiya obyektinin daxilində hansı məlumatlar olduğunu görək. Əgər current section null deyilsə, o zaman set session current section data.session qeyd edirik. Hələ ki session'ın type'ını n olaraq versək kifayətdir. Sadəcə errordan qaçmaq məqsədi ilə. Get session metodunu isə use effect daxilində çağıraq. OK. Yenidən konsola baxsaq ekranımızda F5 eləyək. Session datası konsolda görsənir və session obyektinin içərisində access token, uzun bir tokenimiz var. Nə zaman hansı müddətə expire olacaq tokenin müddəti göstərilir və user haqqında məlumatlar da mövcuddur session obyektinin içərisində. App metadata, emailin təsdiqlənmə vaxtı, həmçinin role. Role authenticated yazılması da bizə daxil olmuş userların accessini idarə etmə baxımından çox imkanlar təmin edir. İlk əvvəl bu hissəni göstərməyək, əgər session yoxdursa. Kod hissəyə qayıdaq. Artıq state'imizi set elədiyimizə görə belə bir şərt yaza bilərik. Session varsa to the content
render olunsun. Eğer yoxdursa out page render olunsun. Okey. Amma yenə də daxil olduğumuza baxmayaraq çıxmaq üçün heç bir imkan yoxdur. Bu səbəblə bu hissəyə də yeni bir button əlavə etmək lazımdır. Səhv elədim. Bu hissəyə, to the content olan hissəyə button əlavə edirik. Buttonun içərisindəki tekstini çıxış qoyaq və onClick metodunu çağıraq. Bu hissədə handle log out deyə metod yaradaq. Const handle log out. Metodumuzda təbii ki, asinkron metod olacaq, çünki Spabase ilə işləyəcək. Handle logout asinkron function daxilində await spabase.out sign out metodunu çağırırıq. Okey. İndi UI-ya baxsaq, görərik ki, çıxış, to-do list app. Həmçinin userımız haqqında məlumat da yerləşdirək. Belə bir PTG açaq və bu hissədə session.users.email məlumatını göstərək. Okay, to-do list at mailnator.com user'ı çıxış butonuna vursaq, 204 refresh elədikdə görürük ki, yenidən ekranımız login qeydiyyat ekranına yönləndirilir. Amma login qeydiyyat və yaxud logout etdikdən sonra bizim state dinamik olaraq update olunmur. Bunun səbəbi ondan ibarətdir ki, biz sessionu dinamik olaraq update eləmirik. Yəni get session metodunu çağırmırıq login və ya qeydiyyatdan keçdikdən sonra. Bu problemi həll etmək üçün get session metodunu outPage komponentini ötürməliyik. OutPage komponenti daxilində session adlı variable yaradaq. Yeni bir type yaradaq. Type outs page deyə və session type'ını yeni qoyaq. Session yox. Get session type'ını yeni qoyaq. Və bu metodumuzu handle submit daxilində try catch içərisində yox, əməliyyatımız bitdikdən sonra çağıraq. Set loading false və sessiyanı yenidən sorğulayaq. Error alırıq yenə də get session yoxdur, çünki bu hissədə type'ı mənimsətməmişik. Error etdir və bu hissədə get session'ı yazırıq, ötürürük. İndi yoxlaya bilərik. Deməli, to-do list at mailinator.com və login olduq. Dinamik olaraq birbaşa dashboard hissəsindən keçid elədik. Çıxışı vurduqda da eyni məntiqlə dinamik olaraq istəyirik ki, qeydiyyat və login hissəsinə qayıdaq və app hissəsində logout etdikdən sonra get session'ı yenidən çağıra bilərik. Çıxış və dinamik olaraq login və qeydiyyat hissəsinə yönləndirildik. Artıq login və qeydiyyat hissəsini tamamladığımıza görə userların rollarının və rola uyğun polisinin necə verilməsinə baxmaq lazımdır. Bunun üçün authentication hissəsində policy hissəsinə daxil oluruq və role level security deyə Spabase'də
aksesləri təmin edəcək bir policy hissəsi var. Hazırda gördüyünüz kimi bizim proyekt üçün RLS, yəni Role Level Security disable olunub. Role Level Security-ni enable etmək istəyirəm. Role Level Security enable olduqdan sonra app'imizə daxil olsaq, list, login olaq. Görürük ki, əslində Supabase-də cədvəlimizdə data var, mahnıya qulaq asmaq. Ancaq biz ekranda heç bir şey görmürük. Yəni sorğu getsə də heç bir məlumat qayıtmır. Çünki indisi aktivləşdirdiyimiz RLS, yəni Role Level Security default olaraq heç bir user'ın cədvəldən select etməsinə imkan vermir. Bu problemi həll etmək üçün yeni bir policy yaratmaq lazımdır. Sağ tərəfdə policylərin yaratmaq üçün bizə kömək olacaq şablon RLS-lər mövcuddur. Misal üçün, enable read access for all user, bütün userlar üçün select metodunun aktivləşdirilməsi. Bu polisini tətbiq edək və save butonuna klikləyək. Select policy cədvəldə görsənir. App'də baxsaq, görərik ki, ekranda datamız görsəndi. İndi yeni bir data əlavə eləməyə çalışaq. Misal üçün, velosiped sürmək əlavə edək. Yəni, əlavə olunmur. Ekran update olunmadı, yeni sətir görsənmədi və table'a da baxsaq görək ki, table'da bir şey yoxdur. Çünki bu hissədə qoyduğumuz, policy hissəsində qoyduğumuz metod sırf select-ə aiddir və ancaq get eləməyə imkan verir. Edit eləməyə icazə vermək üçün biz insert for authenticated users only istifadə etməliyik. Bu RLS-i tətbiq etməliyik. Yəni, bunu seçək və save edək. Roles hissəsində də görürsünüz ki, sırf authenticated userlar üçün nəzərdə tutulub və yenidən əməliyyat yerinə yetirməyə çalışaq. Velosiped sürmək əlavə et, əlavə olundu. Bu artıq cədvələ də əlavə olunmuş hesab olunur. Ancaq bizim user'a verdiyimiz RLS akseslər əslində düzgün deyil. Çünki public olaraq bütün userların, yəni prosesimizə fərqi yoxdur. Qeydiyyatdan keçmiş bütün userların cədvələ daxil olunmuş bütün əməliyyatları görmək hüququnu veririk bu RLS-i tətbiq etməklə. Bu isə düzgün deyil. Sırf userların, istifadəçilərin özlərinin əlavə etdikləri əməliyyatları görməsini təmin etməliyik və özlərinin yaratdıqları əməliyyatlara düzəliş və silmə imkanlarını tanımalıyıq. Bunun üçün ümumi public metodlardan yox, yeni bir RLS yaradaraq, yanda görsəndiyinə uyğun user ID-yə əsaslanaraq akses məhdudlaşdırma imkanları mövcuddur. Amma bizim кейsimizdə RLS-i email vasitəsilə yerinə yetirə bilərik. Qeydiyyatdan keçərkən authentication hissəsində email sütunu düşür hər bir user'ın. Table hissəsində isə bizim email sütunu yoxdur ki, biz userların emailini bilək. RLS məntiqini daha da gücləndirməkdən ötürü bu hissəyə yeni sütun əlavə etmək lazımdır. Bunun üçün dataları silək. Yeni bir sütun əlavə edək, email sütunu. Description hissəsi boş olsun, type hissəsi text olaraq seçək və save edək. Okey, uğurla yeni sütun əlavə olundu. Bu hissəni biz kod tərəfdə də nəzərə almalıyıq. Keçək to do content hissəsinə. Bu hissədə edit yox, yeni to do əlavə olunan hissədə yalnızca title göndəririk. Amma bura email də göndərməliyik. Qeydiyyatdan keçmiş user'ın emailini email olaraq qeyd edək və emaili komponentimizin propsunda alaq və email string type-ında olsun.
To contentin proxy olaraq e-maili @tsx-dən ötürürük. Yuxarıda onsuz da götürüldü e-maili, bu isə ötürürük. Okey, artıq yeni objekt yaradanda user'ımızın e-maili də cədvələ düşəcək. Authentication hissəsində bu polisini nəzərə almaq lazımdır. Onun üçün ümumi hər kəsə açdığımız select məntiqini delete edirik və ümumi authenticated user'ların edit etmə imkanını da silirik. Yeni bir polis yaradırıq və select'i yalnız authenticated user'lar edə bilər və insert'in bu SQL-ni kopyalayaq və select seçək authenticated user'lar üçün və policy name'in adını dəyişək, qoyaq select only visit email. O isə də email, əgər email'lə bərabərdirsə, məlumatlar get olunsun və bu polisini yadda saxlayaq. Uğurla yadda saxlanıldı. Keçək app'imizə. To-do-list mailinator olaraq hesabımızdayıq və yeni bir tapşırıq yazaq. Maşın sürmək. Əlavə edək. Əlavə olunmadı, çünki biz ancaq select üçün RLS yazmışıq. Insert içində eyni məntiqlə. Insert for authenticated, bu bizə lazım deyil. Enable insert for users based on user ID, okey. Bunu seçə bilərik. Burada sadəcə biz UID hissəsini dəyişəcəyik, email yazacaq və user ID hissəsini dəyişib email yazacaq. Based on user ID yox, email qeyd edə bilərik. Və authenticated user'lar üçün qoyaq bunda. Polisimizi save eləyək. Okey, hazırda bizim akseslərin arasında select rolu, select RLS-i və insert role security policy mövcuddur. Yoxlasaq prosesimizdən to-do-list-mailinator.com-dan yoxlayaq. Məsəl üçün yemək bişirmək əlavə eləyək. Əlavə olundu. Uğurla RLS-imiz tətbiq olundu. Həm də ki, select eləyə bilirik, yəni görə bilirik. Bunu digər user'lardan görünüb görsənməyəni yoxlamaq üçün biz yeni incognito tab açmalıyıq. Yeni incognito tabdan prosesimizə daxil olaq. Bu hissədə də qeydiyyatdan keçmək lazımdır. Bunun üçün mailinator.com-da yeni bir mail yaradaq. To-do-list 2 deyək. To-do-list 2@mailinator.com. Düz yazdığımdan əmin olun. Əvvəl düz yazmışıq. Sadəcə qeydiyyat hissəsində yazmaq lazımdır bunu. Və şifrəni qoyaq. Qeydiyyatdan keçək. Okay, qeydiyyatdan keçdik. Mailimizə confirm email gəldi. Confirm email-ə daxil oluruq. To-do-list2mailinator.com yarandı. Buradan çıxa bilərik. Login hissəsinə girək. Incognito-da artıq açmışam account-u. Bu hissədə çıxaq. Çünki yönləndirmə olan zaman session'ımız update oldu. To-do-list deməli, bu hissədə bu user'la yaratdığımız data hələ də görsənir. Ancaq digər user'la girmişik, o isə görsənmir. Yeni bir məsəl üçün tapşırıq əlavə edeyim. Dərs oxumaq deyək, dərs oxumaq əlavə edirik. Dərs oxumaq əlavə olundu. Digər hissəyə baxaq.
bu userda dərs oxumaq görsənmir. Çünki ümumi table'da hər iki datada olsa da, görürük ki, hər iki datada var. Ancaq onları daxil edənlərin e-mailləri fərqlidir və biz bunu RLS ilə fərqləndirməyi bacarırıq. İndi isə Authentication hissəsindən Select Insert RLS-lərini təmin etmişik. Həmçinin Delete üçün də oxşar məntiq ilə RLS yazaq. E-mail ilə bərabərdir və based on email authenticated userlar. Save edirik bunu da. Delete metodunu da tətbiq etdik. Yoxlayaq. Yemək silməyi silək. Silindi. Cədvəlimizə baxaq. Cədvəldən də silinməlidir. Okay, cədvəldən də silinib. Bu hissədə dərs oxumaq görsənir. Başqa bir tapşırıq əlavə edək. Hədiyyə almaq. Düzəliş etməyə çalışaq. Hədiyyə almağı dəyişək. Hədiyyə vermək. Inspect-dən izləyək düzəlişin nəticəsini. Confirm. Düzəliş uğurlu oldu. Sadəcə düzəliş alınmadı. Çünki bizim düzəlişlə bağlı bu hissədə RLS-imiz yoxdur. Və düzəliş üçün də uyğun olaraq yeni bir policy yaratmaq lazımdır. Bu hissədən SQL komandı kopyalayaq, update seçək. Authenticated userlar üçün bu hissəyə kopyaladığımız kodu yapışdıraq və enable update for users based on email yazaq. Save eləyək. E-maili dəyişmədim. Okay, indi save eləyək. Update metodumuz da əlavə olundu. Yenidən yoxlasaq. Hədiyyə vermək. Confirm. Okay, uğurla datamız update olundu. Bununla da biz RLS məntiqinin də üzərindən keçdik və istifadəçilər arasında akseslərin idarə olunmasını öyrəndik. Ümumiyyətlə, kursumuzun bu hissəsində Spobase ilə bağlı biliklərimizi daha da artırdıq. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənməyi və abunə olmağı unutmayın.